Bu Səfəvilər dövründən sonra əsasən formalaşıbdır. Seyidlik institutu deyək, seyidlik ənənəsimi deyək, inanc və bu da bir qədər xurafatlar, mövhumatların qatışması nəticəsində sanki din bundan ibarətmiş kimi dinin özüllərinə, sütunlarına, əsaslarına daxil olubdur. Bir çox bizim avam insanlarımız bəlkə də seyidləri Allahdan üstün hesab edir. Yəni elə inancda olan adamlar var. Yəni əstağfurullah, Allahın ünvanına bir söz deyəsən xətrinə dəyməz, amma hansısa seyidə bir xoş söz, naxoş deyəsən adamı bəlkə də neyniyər. Yəni bu şeyləri gəlin biz aydınlaşdıraq, görək bu nədir? Bunun mənbəyi bizim İslam dinimizdimi, yoxsa bu kim bunu bu hala salıbdır? Söhbət dindən gedirsə, Qurandan gedirsə, İslam dininin bir mənalı ilk mənbəyi Quran-ı Kərimdir. Quran-ı Kərimdə, Quranın özündə Allah deyir ki, hələ bir bunu qoyaq qırağa, hədisi, onun təfsirini, bunun tərcüməsini qoyaq qırağa. Ümumi hamının qəbul etdiyi bir meyar var ki, Quranda Allah buyurur ki, mən Quranı və mizanı indirdim sizə. Mizan nədir? Bizim dildə də işlənir. Bəli. Meyar, ölçü, tərəzi, məntiq, ağıl. Deyir, fikirləşmirsinizmi? Dəviyə baxmırsınız nətər yaradılıb, dağa baxmırsınız necə kəldilib. Yəni bir ağlınızı işlədin. Da düşün, hamıya kitab gəlməyib ki, Çinə kitab nazir olmayıb ki, bunun da var. Təbii ki. Düşünün, indi burada nədir? Söhbət mövzu seyidlərdən gedirsə, Bəqərə surəsinin sonuncu ayələrində bir yer var. Deyir ki, lən nüfərriqu beynə əhədi min rusuli. Biz, Allah Teala buyurur, rəsullar arasında, peyğəmbərlər arasında heç bir fərq qoymadıq. Yəni, İslam dininin bir özəlliyi də ondan ibarətdir ki, insanlar arasında bərabərliyi tərənnüm edir. Və bu bərabərliyi də birinci kim göstərməlidir? O gələn peyğəmbərlər. Da peyğəmbər öz qohum əqrabasını üstün tutub, mənəmlik eləyəcəksə, bunu bir xüsusi seçilmiş bir tayfa kimi gündəmə gətirəcəksə, bu hansı bərabərliyi cəmaatda tərənnüm eləyə bilər ki, ay cəmaat, siz qohumbazlıq eləməyin, yerlibazlıq eləməyin, məsələn, bu cür gelin. Bu bir tərəf. İkincisi də Allahın sözünü mən deyirəm, bu da öz fikrim deyil bu. Lən nüfərriqu beynə əhədin min rusuli. Biz peyğəmbərlər arasında heç bir fərq qoymadıq. Demək, nə qədər peyğəmbər tanıyırıq? Adəm, Nuh, Lut və s. İbrahim, Musa, İshak, onda bunların da soyu seyiddirsə də, indiki bu ənənəvi təbirlə deyək, onda nə bilim mən, bütün bəşəriyyət bizim inancımıza görə Adəmdən törüyüb. Yəni, hamımızın cəddimiz Adəmdir. Bizim cəddimiz, Erməninin də, Gürcünün də, Yaponun da, Zəncinin, bütün də hamının kökü cəddi bir yerə gedib çıxır. Onda hamı seyiddirmi? Fazil müəllim. Yox, hamı seyiddirmi? Qoy, fikrimi tamamı xahiş edirəm. Deyirəm, yəni buradadırmı, eşidirmi? Bəli. Yəni, məsələ ondan ibarətdir ki, bax, bu bir tərəfi. Amma o ki, qaldı, yoldaşın dediyi Əhl-i-Beytin sevilməsi məsələsi, onu bununla qarşıdırmaq lazım deyil. Elə qələmə verilmiş kimi çıxdı ki, ümumiyyətlə pirlərin ləğv olunmasını istəyir və yaxud da Peyğəmbərin ailəsinə sevgi, məhəbbətin qarşısını almağa biz can atırıq. Və bu daşqaya düzəltməklə də, bunları ilahiləşdirməklə də bir qism insan da bunları müdafiə eləmək istəyir. Xeyr, bu tamam yanlışdır. Əksinə, o cür şeylərlə dini hörmətdən salıblar, necə deyərlər, bidətləşdiriblər, ilahiləşdiriblər o müəyyən insanları gətirib və bu düzgün bir yerə gəlib çıxmayıb. Bugün bilirsinizmi, Quranın dediklərindən tamamilə insanlar ayrı düşübdür. Təsəvvür eləyin ki, din nə deyir, dinin əsasları nədən ibarətdir? Seyidlik, harab, bu da var, demirəm, bunu da izah eləyəcəyik. Amma bu 140-150-ci məsələdir. Əsas bir dinin əsasları var, kökü var, Quranın əqidəsi var, bunun bir kəlam elmi var, bu necə deyərlər, fiqhi var, bunun başqa tərəfləri var. Biz bunları qoymuşuq bir qırağa, gedib 140-155-ci məsələdən danışırıq ki, haradasa Peyğəmbərin soyundan bir nəfər vəfat edib. Onun məzarının üstündə biz nə eləməliyik, ya nə eləməli deyilik. Hörmət olunmalıdır, şübhəsiz ki, bunların indi sənədləri var, yoxdur, bunlar dəqiq burada dəfn olunub, bilinmir, bu başqa məsələdir, bu tədqiqat işidir. Amma hər halda xalqımızın inancı, indi elə yerlər var, gedib bir ağaca qara da bağlayırlar. Ona təbii ki, biz deyirik ki, bu xurafatdır, düzgün deyil. Amma dağdan asmaq lazım deyil ki, biz bunu tənqid edirik, düzdür. Krishna dininə görə inək müqəddəs hesab olunur və insanın 7 anasından biridir. İndi durub biz daşqalaq eləməliyik ki, bunlar inəyi insanla... Yox, məsələn, indi bəs niyə onda seyidlərlə bağlı da biz İslam dininin mövqeyini deyirik ki, bu olmaz, bu düzgün deyil. Fazil müəllim bunu bilmir. Fazil müəllim məzhəb yönündən yanaşır dinə. Deyir, əl öpmək də yaxşıdır, amma Elşad Bey deyir, öpməyin əlləri. Elçin müəllim, üzr istəyirəm, İslamda 855-dən çox təriqət və məzhəb var, mən bunların bir 10 ilə yaxında araşdırmasını aparmış adamam. Yəni, onların hərəsinə görə bir adam ora çıxarsa, hərəsi öz bildiyini danışacaq. Biri deyəcək, bu tanrıdır, biri deyəcək, ona sitayiş eləmək lazım, biri bu qarşılayacaq bir-birinə. Amma biz, mən elə düşünürəm ki, burada obyektiv şəkildə bu məzhəblərin hamısının baxışlarını da nəzərə alırıq və Quranı da əsas meyar tuturuq.
Və baxırıq, nəzər edirik ki, yaxşı, mən Quranın, Allahın ayəsini dedim. Lā nüfərriqu beynə əhədin min rusuli. 124 min peyğəmbər var. Bunun soyu nəsil hamısı müqəddəsdir. Hərəsinə bir gün doğum günü, vəfat günü versək, ilin 365 günü çəkməyəcək. Və bunu nətər eləyək ki, bunlara mövlud keçirək biz? Və bu iddiada olanlardan biri, məsələn, üzr istəyirəm Tural, sözünü kəsdim. Məsələn, İbn Nablusi var idi. Fatimilər tərəfindən 974-cü ildə dərisi soyularaq diri-diri, məsələn, qətlə yetirilir. Ki, nə var, bizə zid fikirdə olur. Fazil müəllim. Mən Tural müəllimə təşəkkür edirəm çıxışına görə. 253-cü ayə. Tilkə rusulu fəddəlnə bə'duhum alə bə'dihim. Bu peyğəmbərləri biz bəzilərini digərlərindən üstün etdik. Baxın, Bəqərə surəsi 253-cü ayədə buyurur ki, biz bəzi peyğəmbərləri digərlərindən üstün etdik. Mən izahım verim, sonra iradları Bircə başa dəqiqə. bildirərlər. Elə deyil. Tərcümanə yanlış verirlər. Bu fikrimi deyim. Düz deyirəm, məzhəb yönündən yanaşmanın nəticəsi. Yox, bircə dəqiqə. Deyir axı elə yazılır. O onun əqidəsinin cərəyanı. Yox, yanlışdır, tamamilə. Bəs nə yazılıb orada? Oxudu ərəbcə. Əvvəla qeyd edirəm, bu kimi mövzular çox geniş əhatəli zaman istəyən bir mövzulardır. Bu 1400 ildir böyük üləmalar bir qənaətə gələ bilmir. Ona görə mən debatları müəyyən məsələdə tərəfdarı deyiləm. Niyə? Çünki bunu bəzən meyxana dəyişməsi kimi, indi deyir ki, yoldaş, mən kim çağırdım, gəlmədi, filan eləmədi. Bu ənənəvi orta əsr o cədəlləri kimi, nə bilim, mən mücadilə oturmuşlar, bir-birini qırmışlar axırda da. Bu şeylər lazım deyil. Ortaya bir əməli bir şey qoymaq lazımdır. Yəni bu amma indi stat gətirdi axı. Yox, stat gətirmək. İndi mən də stat gətirim, o da gətirir. Sabaha kimi oturaq stat gətirim mən sizə. O konkret statla bağlı. Xeyr, fəddəltukum sözünə məsələn elə verirlər, o sözü gətirirlər. Kişilərin qadınlardan üstün olduğunu da verirlər. Nisa surəsində 34-cü ayəsində. Elə deyil. Xeyr, təbii ki. Hər bir şey eyni tərcümə. Baxın, aciz bir dənə sözün ərəb dilində 21 mənası var. Azərbaycan dilinin izahlı lüğətini açın, baxın. Vurmaq sözünün 30 mənası var. Tamam. Bir-birindən fərqli yaradılmasından bəhs olunur. Məsələn, İsa başqa bir şeydə üstünlüyü var, Musa'nın başqa bir şeydə üstünlüyü var, Nuhun başqa bir yerdə üstünlüyü var. Yəni, bu insanları biz eyniləşdirmirik. Lə nufarriqu beynə əhədim. Yəni, biz onlar arasında heç bir fərq qoymuruq. Musa da bizim peyğəmbərimizdir. İsa da bizim peyğəmbərimizdir. Məhəmməd də peyğəmbərimizdir. Amma birini bir-birindən ayıra başqa bir şey deyəcəm. Mən məsələlərə daha akademik səviyyədə inanırsınız. Xeyr, təbii ki. Niyə? Niyə inanmalıyım ki, mən eyni bir ekiz doğulanların belə fərqli xüsusiyyətləri ola-ola, filan bürcə görə doğulanlar belə olur. Nə bilim, onun yüksələnəni budur. Nə yazılıb orada? Xeyr, heç bir zaman. Siz baxırsınız. Rastıma çıxanda var. Nə oxuyursunuz orada və Vallahi nə bu belə olacaq, o düz gəlir. Bilirsiniz, onlar nisbi olan məsələlərdir, hamının həyatında baş verə biləcək şeylərdir. Amma maraqlıdır da sizə. Nisbidir. Xeyr, maraqlı deyil mənə. Bə niyə onda rastınıza gəlir? Qəzetdə, saytda açanda görürəm bir qaroskop. Bəs niyə oxuyursunuz? Mən ümumiyyətlə məlumatlı olmaq üçün. Yox, aydın da, amma məsələn, mən orada mənə aid olmayan mən görürəm o cəfəngiyatı onlar necə icad edirdi, onu bir yolunu bilim də. Fazil mənim, siz necə bürclərə Tural bəyin dediyi məsələ ki, biz onlar arasında fərq qoymuruq. Bu niyə nazil oldu? Elçi müəllim, sizə bildirmək istəyirəm. Baxın, bu qrup insanlar, talım yəhudilər ancaq Musa peyğəmbəri qəbul elədilər, İsa'nı qəbul eləmədilər, Məhəmməd əleyhissalamı qəbul eləmədilər. Ondan sonra İsa peyğəmbərdən sonra gələnlər də təkcə İsa'nı qəbul elədilər, Məhəmməd əleyhissalamı qəbul eləmədilər və tarix burada belə olub. O ayə ona görə nazil oldu ki, ayə ilə Allah bildirir insanlara ki, biz müsəlmanlar üçün bunların fərqi yoxdur. Hamısı peyğəmbərdir. Baxın, hamısının peyğəmbər olması barədə həmən ayə ki, biz onlara fərq qoymuruq. Onda sual, Fazil müəllim, Tural müəllim bu sualda verdi ki, onda bütün peyğəmbərlərin nəslinə də seyid deyilməlidir və eyni qaydada ehtiram göstərilməlidir və ziyarətgah tikilməlidir, elədirmi? Baxın, bütün peyğəmbərlərin nəslinə deyəndə ki, peyğəmbərlərin nəslində deyil. Baxın, deyirəm sizə, Quran-ı Kərim bizə deyir ki, Davud Süleyman peyğəmbərin vərəsəsidir. Ata oğuldur. Onda niyə görə atadan oğula peyğəmbərlik keçir? Niyə görə Allah həm Davuda peyğəmbərliyi verir? Fazil mənim, sual başqaydı, çox üzr istəyirəm. Yəni, onların da nəslinə seyid deyilməlidir, yoxsa yox? Konkret, ya hə, ya yox? Yəni, onlar bizim dövrümüzdə, bizim peyğəmbər dövründə yaşamadıqları üçün biz onlara seyid deyirik. Niyə, Harunun nəslindən gələn kohenlər var da? Sizin xəbəriniz yoxdur sadəcə. Bir məsələ deyim, Elçin müəllim, burada fikirlər şaxələndi, mövzular. Çox şaxələndi. Bir mövzunu bir yekunlaşdıraq, bu seyidliklə bağlı bu fikri mən yekunlaşdırım. Ümumiyyətlə, yoldaş deyir ki, bu cürdür. İndi müxtəlif yanaşmalar var, müxtəlif fikirlər var. Hətta deyir, əli də öpülməlidir. Olsun, qəbul edək ki, o yoldaş qəbul edir, onun məzhəbinə, əqidəsinə görə peyğəmbərlər də fərqlidir. Biri birindən üstündür.
Deyək ki, bu cürdür. Bizim Peyğəmbərimizin də soyunun üstün tutulmasından söhbət gedib və onun dediyi kimidir, o qürbət ayəsi də o mənadadır ki, mənim xüsusi soy kökümü üstün tutun. Mirzəfər Bağırov da seyiddir, onun da qəbrinə bir düzəldək. Buna mən qarışmıram, bu öz yerində. Amma burada nə ortaya çıxır? Bu seyidlərə münasibət necə olmalıdır? Yaxşı, bu indi bir əqidədir, bu bir inamdır, müxtəlif insanlar bunu qəbul ediblər. Onu bütləşdirmək olmaz və təhqir də etmək olmaz. Hörmətsiz də yanaşmaq olmaz. Olmaz. İslam dinində pir yoxdur. Hə də İrşad Miri. Onda bu insanlar bu gün mənim özümü ittiham edirlər. Yəni ki, mənə qarşı çıxırlar və təhqir və edirlər. Sizin piriniz var, ocağınız piriniz. Biz elə şeylərə Mən bir qarşı. şey deyim, Elçin müəllim. Amma olubdumu nəslinizin ocağı? Babamın qardaşı ilə bağlı elə bir olduğu qeyd olunur, ancaq İndi hanı o? durmur artıq. Pul gətirmir də, gəlir getmir. Elşad müəllim əvvəldə qeyd elədi, bu demək ocaqlarla bağlı, ümumiyyətlə bunun hardan yaranması ilə bağlı. Bu məsələ, bilirsinizmi, bu İslam gələn coğrafiyada, həmin ərəfələrdə ümumiyyətlə ərəblər arasında da belə şeylər mötəbər olmayıb. Yəni Həzrət İndi varmı ərəblərdə seyid? yoxdur. Yəni bundan Çox maraqlıdır ki, bəli, ərəblər Peyğəmbərin nəslindən çıxanların yanında ərəblərdə seyidlik yoxdur, amma Ərəbistandan kənarda hər yerdə var Bir seyidlik. gəl ona, niyə yoxdur orada bəs? İndi onu deyirəm də, yəni Hə. Peyğəmbərdən əvvəlki Peyğəmbərlərin dövründə də belə bir ənənə olmayıb. Hətta Həzrət Məhəmməd İndi sallallahu onu deyir ki, bildik, amma indi niyə mən yoxdur öləndən sonra seyidlik bizdə mənim var? qəbrimin üstünü əvvəlki Peyğəmbərlərin ümməti kimi məzargaha çevirməyin, səcdəgaha və günbəzlər tikib məsciddə çevirməyin. Bunu Peyğəmbər dörd barmaqdan artıq qaldırmayın. Bunu özü üçün deyir. Deməli, burada məsələ nədən ibarətdir? Sonradan məlumdur ki, İslam dini, Sasani imperiyası məğlub oldu, Roma, Bizans çöktü və s. Bu deməli, daxil oldu İslama bunlar. Və bu Sasanilərin uzun müddətlik dövlətçilik ideologiyaları heç kim onu var. inkar Və eləmir. bunlar nə edilər? Bunlar şahları ilahiləşdirirdilər. Bunların özlərinə məxsus xüsusi bir şahları, həm də bir ilahi sifət vermişlər onlara. Və bunu İslamın içində axtarmağa başladılar. Gördülər, İslamı yıxmaq mümkün deyil. Çindən bunlar şubiyyə təşkilatı yaratdılar. Bunlar tapdılar ki, Həzrət Peyğəmbərin iki nəvəsini Həsən və Hüseyn. Bunu da gördülər ki, yox, Həsən də alınmadı, bu xilafəti verdi o birisinə. Vəssalam, bu xətti seçdilər ki, Həzrət Hüseynin də həyat yoldaşı Fars qızıdır, qutardı getdi. Bununla bunlar başladılar bunu ilahiləşdirməyə, hətta bu günbəzlər tikməyə, bütün də seyid olan da, olmayan da hərəsinin üstündə bir günbəz tikildi, başladılar bunu ilahiləşdirməyə. Amma həqiqi seyidlər var. Bir də gözü üstürəm, bu fikrimi tamamlayayım. Həqiqi seyidlər var ki, bunların məzarlarını da ziyarət eləmək olar. Onlar üçün xeyir dua da demək olar. Onların xeyir dualarını da almaq olar. İnsandır da şəcərəsi gedib Həzrət Peyğəmbərə çıxır. Buna hörmət eləmək lazımdır da. İnsanlar 6-7 nəsil əvvəlini tanımırlar. Təbii ki, indi bu tibbi, bioloji cəhətdən də 7 nəsildən o tərəfə bu nəsil itir də. Bu bilirsiniz ki, bu da indi qarışır başqa millətlər, Mən xalqlar bayaqdan bir-birinə. düşünürəm, niyə ərəblərdə yoxdur?